Əgər kimin qaraciyərində piylənmə və bərkimə varsa, öd yolları narahat olur da o adamların, bilirsiniz də, yəni həzm sistemi yaxşı olmur, artıq pozulmalar baş verir və köp əmələ gəlir. Çalışın bu insanlar 2 diş sarımsaq, diqqətlə qulaq asın, 2 diş sarımsaq, 1 dəstə petruşka, yarım limonu sıxırsınız, 70 qram rafina olunmamış zeytun yağına. Onları qəşəng qarışdırırsınız. Ondan sonra səhər-səhər ac qarnına onu yeyirsiniz. Bunu təqribən bir həftə boyunca edirsiniz. Bir həftədən sonra qaraciyər super. Yəni o müddətdə qaraciyəri yeniləyirsiniz. Bütün zəhərli toksinlərdən, piylərdən yandırırsınız. Kimin problemləri varsa bunu paylaşın, bir dənə də bunu paylaşın. Bax, bu sistemi sizə deyirəm, insanlar bundan çox bəhrələnirlər, çox fayda görürlər və hamısı sağ olsun yazırlar. Məsələn, bir neçəsinin çıxmaq şərti ilə ki, onlar hələ bizə o mərifətdə deyirlər ki, bizə desinlər ki, təşəkkür edirəm, çox sağ ol, əlləri olsa dəhd görməsin, Allah canıma dəyməsin ki, sən bizi bu bəladan qurtartdın. Kimin öd yolları tutulursa, öddə qatılıq varsa, narahatdırsa, bu adamlar çox sağ olun, minnətdarım. Deməli, bu adamlar nə edə bilərlər? Bu adamlar mən üçün, deməli, səhər-səhəri dediyim kimi 2 stəkan, bax bu stəkanla 2 stəkan qəbul eləyir isti su. Təqribən 40-45 dərəcə temperaturda olan isti su qəbul eləyir. Qurtum-qurtum içir keyflə. Səhər-səhəri az qarnına. Onu artıra da bilər gələcəkdə, amma faktiki 2 dənəni vursun ki, öd yollarını, ödün kanallarını açsın, ondan sonra rahatlandırsın. Çox